PowerPoint proqramının 20-ci dərsində sizi salamlayıram və bugünkü məşğələnin mövzusu video roliklərdir. Yəni PowerPoint proqramının içində müxtəlif video rolikləri istifadə eləmək olar. Bu əməliyyatı yerinə yetirmək üçün iki üsuldan istifadə etmək olar. Ona görə gələcək əvvəlcə 2 dənə slayd yaradaq. Bu bizim birinci slaydımız. Bu bizim ikinci slaydımız. Birinci slaydın maketini belə götürürük. Zaqalog ya obyekt. Başlıq və obyekt. Belə piktoqramlar olsun. İkinci slaydın maketini isə boş götürürük. Pustoy slayd, yəni boş slayd. Belə. Keçək birinci slayda. Bu piktoqramlar artıq sizə tanışdır. Keçən dərslərdə biz buradan cədvəli və diaqramı yerləşdirmişdik. İndi isə bu piktoqramın köməyi ilə videonu yerləşdirəcəyik. Basırıq piktoqramın üstündən və kompüterdə öz video rolikimizi axtarırıq. Lazım olan qovluğu tapırıq və rolikləri gətiririk. Bu bizdə birinci rolikdir. Və nəzərinizə çatdırım ki, məndə bu balaca roliklər hardasa 1 dəqiqədir bunların uzunluğu. Nə qədər rolikin çəkisi çoxdursa, nə qədər rolikin uzunluğu çoxdursa, o qədər PowerPoint proqramına daha çox vaxt lazım olacaq ki, onları prezentasiyada yerləşdirsin. Görürsünüz, məndə bu 58 saniyə səhvlərim sonra görürsünüz, avtomatik yerləşdi. Çox tez yerləşdirdi. İndi keçək ikinci rolikə. Onu ikinci üsulla yerləşdiririk. Burada görürsünüz, piktoqramlar olmadığına görə keçirik Vstavka Insert tabına. Buradan multimedia bölməsindən videonu seçirik. Video ilə kompüter internetdən də eləmək olar. Sadəcə məndə lisenziyalı proqram olmadığına görə görürsünüz, mümkün olmur. Seçirik videonu və kompüter. Və buradan ikinci videonu seçirik. İndi fikir verirsiniz, fərqi nədədir? Burada görürsünüz, ikinci variantda bütün ekranda yerləşir video. Düzdür, onu bu işarələrin köməyi ilə böyüdüb kiçiltmək olar. Burada isə ekranın bir hissəsini tutur. Çünki 2 dənə doldurucu var və bu video bizdə ikinci doldurucunun içində yerləşir. İndi fikir verirsiniz. Başlayaq birinci video ilə. Ümumiyyətlə videonu işlətmək istəyir belə variantda olsun, istəyir belə variantda eynidir. Fikir verirsiniz bu tablara. Videonu seçən kimi burada 2 dənə tab əlavə olunur. Format və воспроизведение. Əvvəlcə gəlin baxaq format tabına. Birinci əmr воспроизвести, yəni videonu oynat, işə sal. Buradan da eləmək olar, buradan da işə salmaq olar. Bastıq knopkanı və video işlədi. İstəyirsiniz buradan eləyirsiniz. Korreksiya. Parlaqlığı və kontrastı dəyişmək olar. Belə, hansı variantı istəyirsiniz seçirsiniz. Buradan rəngi dəyişmək olar. Gəliz, rəngi dəyişək, tutalım ki, belə eləyək. Və buradan korreksiya verək nəsə. Belə bir korreksiya verək. Və tutalım ki, baxırıq ki, bu bizim xoşumuza gəlmir. Əməliyyatda bu knopka ilə dala qaytarmaq olur. Amma istəsəz bu əmrdən istifadə edirik. Восстановить maket. Yəni maketi bərpa elə. Biri var, sıx maketi bərpa eləyir. Amma lazım olsa ölçünü də bərpa eləyir. Tam ölçünü bərpa eləyir. Və görürsünüz belə. Bu komanda var. Zastavka. Yəni belə deyək, video görüşdür. Burada fikir verirsiniz bu zastavkaya, yəni video görüşə.
Yəni videonu açanda belə bir şəkil olur. Tutalım ki, siz belə şəkil istəmirsiniz, başqa bir şəkil istəyirsiniz. Deyək ki, videonu gələcək oynadaq biraz. Ki bu şəkli dəyişmək üçün. Deyək ki, belə variant seçmək istəyirsiniz ki, burada video görüşdə və görünüşdə bu avtomobillərin belə variant şəkli burada görsənsin. Saxladığınız videonu basırsınız zastavkaya. Tekushi kadr, yəni gedən kadr. Fikir verir, dəyişdi. Əgər şəkildən hansısa başqa bir şəkil istifadə edə bilirsiniz və onun faylı sizdə var, belə eləyə bilərsiniz. Basırsınız buradan izobrazение из fayla. Yəni görünüş hansısa fayldan olacaq. Gəl bir dənə faylı tapaq şəkillə. Bax buradan istənilən bir şəkli seçək. Deyək ki, bax bu şəkil. Pingvinlər şəkli. Seçdik, vstavit. Yəni yerləşdir. Gördünüz, pingvinlər şəkli gəldi. Eyni şey bu şəkillə də eləmək olar. Hələ ki, bura neçdik. Burada video effektlər vermək olar. Cürbəcür video effektlər verə bilərsiniz. Tutalım ki, videomuz belə olsun. Bax, götürdük dairəyə. Keçirik burada. Videonun sərhədləri, rəngini dəyişmək olar. Tutalım ki, qırmızı qoydu. Sonra video effektlər verməklər. Cürbəcür video effektlər var, qoymaq olar. Deyək ki, belə olsun. Sonra formasını dəyişmək olar. Hansı fiquru istəyirsiniz? Gəl bunu götür, 4 bucağı. 2 dənə 4 bucaq. Bax, belə olacaq. Düz bu yaxşı olmadı. Götürək. Yəni istənilən fiquru buradan seçib ona uyğun verə bilərsiniz. Bax, belə olsun. ROM şəkili. Sonra videonu ön plana, arxa plana çəkmək olar. Videonu kəsmək olar. Videonun hündürlüyünü və enini dəyişmək olar. Bunu keçən dərslərdə hamısını eləmişdik. Ona görə burada eləməyəcək. Keçək ikinci taba. Воспроизведение, yəni videonu necə oynatmaq olar. Yenə də burada var воспроизвести. Eyni şeydir. Və burada belə bir əmr var. Добавить закладку. Bu komandanın əmri ilə videoya əlfəcini əlavə edə bilərik ki, lazım olan yeri tez tapaq. Tutalım ki, biz bura keçmək istəyirik, tez keçmək istəyirik bura. Seçdik. Komandanı basırıq və görürsünüz, sarı əlfəcin əmələ gəlir. Tutalım ki, burada istəyirik. Bir dənə də əlfəcin gəlir. Yığışdırmaq istəyirik. Seçdik. Yox eləyirik. Seçdik. Yox eləyirik. Yəni, əgər siz nəsə məruzə eləyirsiniz və videonun istənilən yerinə tez keçmək istəyirsinizsə, onda əlfəcinlərdən istifadə eləmək olar. Sonra montaj video. Gəl bu əməliyyatları keçim. Длительность угасания, появление, исчезание. Yəni videonun əvvəlində elə demək olar ki, təxminən 1 saniyə yaxud yarım saniyə gəz eləyək. Və arxasında 1 saniyə eləyək. Elə bir biraz boşluq olur, yavaş-yavaş video ekran çıxır. Və görürsünüz, getdi və arxada olacaq indi, fikir verirsiniz. Baba, getdi. Yəni bunları yığışırsaz, o əməliyyat olmayacaq. Görürsünüz, o saat video başlayır oynamağa. İndi keçək montaja. Tutalım ki, sizə video lazımdır ki, müəyyən yerdən başlayır. Yəni kəsmək istəyirsiniz videonu. Sol tərəfdən kəsmək olar, belə və sağ tərəfdən. Əgər dəqiq lazımdırsa, buradan eləyə bilərsiniz. Yəni neçə saniyə lazımdır göstərirsiniz, kəsirsiniz və buradan baxa bilərsiniz. Əgər hər şey sizi qane eləyirsə,
onda OK düyməsini basırsınız və dəyişikliklər qüvvəyə minir. Əgər nəsə dəyişiklik eləmək istəyirsə yenidən bu işarələri dartırsınız sola sağa və OK düyməsini basırsınız. Mən hal-hazırda təsdiq eləməyəcəyəm və qüvvəyə minməyəcək bu dəyişikliklər. Yəni atmena komandasını basıram, ləğv edirəm əmrlər. Və burada belə bir işarə var, görürsünüz. Начало, yəni videonun başlanğıcı. Və burada var poşilçku və avtomatik, yəni video prezentasiyada avtomatik oynanılsın, yaxud mışqanın sol düyməsini basmağıyla video hərəkətə gəlir. Və burada var vaves ekran, yəni bütün ekranı yaxud müəyyən bir hissədə. Gəl indi birinci videoda qoyaq avtomatik, yəni avtomatik oynanılsın və qoyaq burada vaves ekran, yəni bütün ekranı. Və burada var ikinci video, burada eləyək, videonu seçək, gəl bunu da biz balaca eləyək, belə. Burada götürək poşilçku, yəni muşqanın düyməsi ilə işə salınsın video. Və görək bu necə işləyir. Hal-hazırda bunu görmürsünüz. Yəni bu necə işləyir. Avtomatik yoxdur. Muşqanın sol düyməsini basmaqla bütün ekranda yaxud müəyyən bir hissədə. Bunun üçün slide show keçirik. Gəl əvvəlcə qoyaq. Bax, kursor bu slayda və keçək slide show. Baxaq görək slaydlarımız necə işləyəcək. Başlanğıcdan qoymuruq ki, bütün slaydlar işləməsin. Qoyuruq, bu slayddan başlasın işləməyə. Buradan da qoymaq olar, buradan da qoymaq olar ki, əsas bizə bu iki slayd lazımdır. Basırıq tekushi, yəni aktiv olan slayddan slide show başlasın. Ne fikir verirsiniz? Basırıq. Bu birinci slaydımız, bu ikinci slaydımız və indi əsas slaydımıza fikir verirsiniz. Görürsünüz, avtomatik başlayır işləməyə. Keçirik və bütün ekrandadır. Keçirik növbəti slayda, görürsünüz işləmir. Muşqanın düyməsini basmaq lazımdır. Basırıq. Keçirik növbəti slayda, artıq slaydlarımız qutarır və göstərir, sistem sizə göstərir ki, slide show qutardı. Və belə PowerPoint proqramının içində, yəni prezentasiyalara video rolikləri yerləşdirmək olar. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.